Ötən gecə Bərdədə dəhşətli avtomobil qəzası baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, rayonun Meytili kəndi ərazisində 2 Lada Priora markalı avtomobillər toqquşub. Nəticədə 1968-ci il təvəllüdlü Ələddin Əliyev və onun 2005-ci il təvəllüdlü oğlu Royal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı həyatını itirib. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyitləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Baş vermiş faktla bağlı araşdırmalar aparılır. Gəncədə də ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, şəhərin Heydər Əliyev prospektində Fiat Doblo və Hyundai markalı avtomobillər toqquşub. Nəticədə Fiatda olan sərnişin hadisə yerindəcə ölüb, daha 4 nəfər Tahirə Kərimova, Əli Nağzadə, Əziz Verdiyev və Ramal Mehdiyev xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır. Qəzada ölən şəxsin kimliyi də məlum olub. Bu 1953-cü il təvəllüdlü Oktay Süleymanovdur.